Hər kəs salamlayıram. Bu videoda oxşarlıqla bağlı maraqlı bir suala baxacağıq. Suala gördüyümüz kimi ABC düzbucaqlı üçbucağı verib. Həmçinin ADE bucağı 90 dərəcədir. AD-nin uzunluğu 4-dür, DC-nin uzunluğu 8-dir. Bir də AE parçasının EC parçasına bərabərliyi verilib. Buna əsasən ABC üçbucağının sahəsi soruşulur. Bu sualın həllində mən fiqurların oxşarlığından istifadə edəcəm. Gəlin keçək həllə. Belə ki, burada AD düz xəttin bu şəkildə uzadaq və bu bitdiyi nöqtə K nöqtəsi olsun. DK-nın uzunluğu da 4 olsun. K-la C-ni birləşdirək. K-la C-ni birləşdirən zaman biz belə bir şey müşahidə edirik. Bu DE parçası AC-ni də 2 bərabər hissəyə ayırır. Həmçinin AK parçasını da 2 bərabər hissəyə ayırır. 4 və 4. Buradan da o nəticəyə gəlirik ki, DE düz xətti AKC üçbucağının orta xəttidir. Əgər DE orta xəttisə, o zaman KC-nin yarısına bərabər olacaq. Yəni əgər mən DE-nin uzunluğuna bir M desəm, KC-nin uzunluğu 2M-ə bərabər olacaq. İndi gəlin bəzi bucaqları adlandıraq. Məsələn, ADB bucağımız alfa olsun. KDC bucağımız da buna əsasən alfa olacaq, çünki qarşılıqlı bucaqlardır. Həmçinin BAD bucağımız beta olsa, o zaman əldə edərik ki, alfa üstə gəlsin beta bərabər 90 dərəcə. Və bilirik ki, oturacaq orta xəttdə paralel olur. Onda əgər paraleldirsə, fikir versək, bu bucaq 90 dərəcədir. O zaman avtomatik olaraq DKC bucağı da 90 dərəcə olmalıdır paralelliyin xassəsindən. Burada 90 dərəcə yazaq. O zaman bu bucaq beta olmalıdır ki, üçünün cəmi 180 dərəcəyə bərabər olsun. Çünki alfa üstəgəl beta 90 idi. O zaman müşahidə edirik ki, ABD üçbucağı və DKC üçbucaqları BB, yəni bucaq əlamətinə görə oxşar olurlar. İkisində də bərabər bucaqlar var. Alfa, beta, alfa, beta. O zaman uyğun bucaqların baxdığı tərəflər nisbəti bərabər olmalıdır. Məsələn, burada betanın baxdığı tərəfimiz BD-dir. Yazaq. BD bölünsün. Digər üçbucaqda betanın baxdığı tərəf 4-ə bərabərdir. Bölünsün 4 bərabərdir. Alfanın baxdığı tərəf kiçik üçbucaqda AB-dir. Bərabər AB bölünsün. Böyük üçbucaqda alfanın baxdığı tərəf 2M-dir. Bölünsün 2M. Bu da bərabərdir. Son olaraq 90 dərəcənin baxdığı 4-dür. Digərində 90 dərəcənin baxdığı 8-dir. Bunu da sadələşdirsək 1/2-dir. O zaman əldə edərik ki, BD bölünsün 4 bərabər 1/2. Buradan da BD-mizin uzunluğu nə olar? 4 bölünsün 2, yəni 2-yə bərabər olar. O zaman BD-nin əvəzinə 2 yazaq. Pifaqor teoremindən AB-nin uzunluğunu əldə edə bilərik. Belə ki, nəzər yetirək ABD üçbucağına. ABD üçbucağında Pifaqor teoremini tətbiq edək. AB-nin kvadratı üstəgəl 2-nin kvadratı bərabər 4-ün kvadratına. Yəni AB-nin kvadratı bərabər 16 çıxılsın 4. Bu da 12-dir. 12 4 vurulsun 3-dür. Buradan əldə edirik ki, AB-miz bərabər olur 2 kök altında 3-ə. Bizdən ABC üçbucağının sahəsi soruşulur. Onda SABC bərabər olar. Düzbucaqlı üçbucaq olduğundan katetlər hasilini 2-yə bölsək, cavabı əldə edərik. Katetlərimiz biri AB-dir, digəri BC-dir. Hasillərin bölürük 2-yə. AB-nin uzunluğu 2 kök altında 3 əldə etmişdik. BC-nin uzunluğu da gördüyümüz kimi 2 və 8-in cəminə bərabərdir. Yəni 10-a. Vurulsun 10, bölünsün 2. 2-lər gedər. Cavabımız 10 kök altında 3 əldə olunar. Bu qədər. Video faydalı oldusa kanala abunə olub videomu bəyənməyi unutmayın. Sağ olun, salamat qalın.